Salam benim kanalımın seyircileri. Deyir o, demesem ölləm. Kritiçiski müşleniye deyilən bir şey var. Tənqidi düşüncə tərzi. Məsələn, Newton deyirdi ki, alma ağacdan düşdüyü məsəl üçün gravitasiya filan bəsməkan, Newton mexanikası. Einstein ona şübhə ilə yanaşmasaydı, indi kvant mexanikası kəşf olunmamışdı. Yəni mütləq, Allahdan başqa mütləq heç nə yoxdur. Newton deyirdi ki, bu belədir. Einstein formula şəklində sübut elədi ki, xeyr. Bu ancaq makroskopik aləmə aiddir və elimdən bu qədər deməsəm ölləm, bilirsiniz ki, indiyə kimi pusu ilə yaşayan, mən onun bir seriyasına belə baxmamışam. Bayaq adrenoxromdan danışdım. Bu günləri xəbər saytlarında görürəm, mənə gülməli gəlir. Yəni, ged nisbilik nəzəriyyəsini oxuy, Newton mexanikasını oxuy, nə bilim, elmi bir dənə dərgi götür, dəli və konstitusiya kitabını oxuy. Mülki məcəlləni oxuy, cinayət məcəlləsini oxuy, nə oxuysan oxuy, dəqiq, konkret bir şey oxuy. Bütün xəbərlər saytı, adrenoxrom pusuda deyilmişdi o vaxtı. Ay kişi, Elon Musk deyir ki, 2026'nın axırına insandan güclü düşünən robot süni intellektlə kəşf olunacaq, hazır olacaq. Bunlar deyir ki, pusu demişdi o vaxtı. Ay kişi, adrenoxrom qadağan olunmuş maddə deyil. Süni yolla laboratoriya şəklində istehsal eləmək olur və tədqiqat məqsədi ilə Amerikada satışdadır, alına bilər. Niyə görə orada какой-то извращенец uşaqları belə elədi? Özdə pusu bunu 15 il bundan qabaq demişdi. Dəhşət, dəhşət. Valla bu qədər.